Lütf. Bu sözü çox eşidirik. Tam olaraq nədir lütf bizim mənbələrə görə? Mənbələr onu layiq olmadığımız, qazanmadığımız bir hədiyyə kimi təqdim edir. Romalılara 5:2, Efeslilərə 2:8. Orada deyilir ki, biz lütf sayəsində xilas olmuşuq. Yəni öz gücümüzlə yox. Yəni səhvlərimizə, uğursuzluqlarımıza baxmayaraq yenidən başlamaq imkanı. Çox ümidvericidir. Titus 2:11-14-də deyəsən elə bunu deyir. Allahın lütfü bütün insanlara zuhur edib. Həqiqətən də. Və 2 Peter 3:18 bizi bu lütfdə böyüməyə çağırır. Yəni lütf statik bir şey deyil, dayandığı yerdə durmur. Bu bir prosesdir. Böyümək. Bəli. Amma vacib bir məqam da var. Lütfü təkcə qəbul etmək yox, həm də başqalarına göstərmək. Əgər bizə bu qədər səbir göstərilibsə, mərhəmət olunubsa, onda biz də başqalarına ikinci şans verməliyik. Və bu sual üzərində düşünməyə dəyər, çox dəyər. Bu ikinci şans lütf mövzusu bizi birbaşa casusların Yerixodakı macərasını gətirir. Təhlükəli şəhər, düşmən torpağı. Və kömək ən gözlənilməməz yerdən gəlir. Raxav adlı bir fahişənin evindən. Bu hekayə doğrudan da adamın təsəvvürlərini alt-üst edir. Həqiqətən də. Yerixo o vaxt Kananın simvolik qalalarından idi və mənbələrə görə günahlarına görə məhvə məhkum idi. Yəni ora getmək çox riskli idi casuslar üçün. Əlbəttə. Belə bir şəraitdə yaşayan, üstəlik cəmiyyətin, necə deyim, kənarında sayılan bir qadın Raxav, padşahın adamları gələndə cəsarətli bir addım atır. Onları gizlədir, sonra da yalan danışır. Adamları başqa tərəfə göndərir. Yeşua 2-də var bu. Bax, bu məqam, bu yalan məsələsi. Həmişə biraz mübahisəli olub, elə deyilmi? Həyat xilas edir, amma yalanla. Bir tərəfdən qəhrəmanlıq, digər tərəfdən aldatma. Buna necə baxmalıyıq? Əhd-i Cədid nə deyir Raxav haqqında? Çox vacib sualdır. Mənbələr, xüsusilə Əhd-i Cədid onun yalanını tərifləmir. İbranilərə 11:31 onun imanına fokuslanır. Yaqub 2:25 isə onun əməllərinə, yəni casusları qəbul edib, sonra təhlükəsiz yolla yola salmasına. Deməli, əsas olan niyyəti və imanıdır. Bəli, kontekst anlamaq lazımdır. Raxav dərin günah içində olan bir cəmiyyətdə yaşayırdı. Öz həyatı da qüsurluydu. Amma Allah onun o çətin, hətta çirkli şəraitdəki iman qılıcımını gördü. Bax, Allah üçün önəmli olan o idi. Ürəyində başlayan dəyişiklik, mükəmməllik yox. Onun evin damında casuslarla söhbəti o an çox təsirlidir. Sözləri çox güclüdür. Deyir ki, bilirəm ki, Rəbb bu torpağı sizə verib. Çünki sizin Allahınız Rəbb yuxarıda göylərin və aşağıda yerin Allahıdır. İnanılmaz sözlərdir. Yəni bir Kənanlı qadın bütpərəstliyin normal olduğu bir yerdə durub belə bir şey deyir. Heyrətamizdir, həqiqətən. Kəsinliklə. O, sadəcə İsrailin Allahı güclüdür demir. Deyir ki, o, yeganə Allahdır. Həm göyün, həm yerin hakimi. Bu, Çıxış 20-də, Qanunun təkrarı 4-də Allahın özü haqqında dediyi sözlərə çox bənzəyir. Bir əks-sada kimi. Bu, ani bir qərar deyildi, deyəsən? Yox. Bu, onun eşitdikləri, gördükləri üzərində düşünüb gəldiyi şuurlu bir nəticə idi. O, bir tərəf seçirdi, İsrailin Allahının tərəfini. Ya öz şəhəri ilə birlikdə məhv olacaqdı, ya da iman edib xilas. Onun bu imanı bir mənada bütün Yerixoya bir mesaj idi ki, siz də tövbə etsəniz, bəlkə də fərqli olardı hər şey. Tamamilə. Bu, imanın ən gözlənilməz yerdə necə çiçəklədiyini göstərir. Və Raxav təkcə imanını demir, hərəkətə də keçir. Casuslardan özü və ailəsi üçün təminat istəyir. Bu razılaşmanın özü də çox maraqlıdır. Siz də mənim ata evimə eləcə mərhəmət göstərin. Canlarımızı ölümdən qurtarın. Burada mərhəmət və ya yaxşılıq kimi tərcümə olunan söz Xesed. Bu sözü tez-tez eşidirik. Nədir bunun dərin mənası? Xesed çox zəngin bir sözdür. Təkcə mərhəmət, yaxşılıq deyil. Bu, daha çox sədaqətli sevgi, möhkəm bağlılıq deməkdir. Xüsusilə də bir razılaşma, bir əhd çərçivəsində göstərilən sarsılmaz lütf, vəfa. Əhd, yəni müqavilədən daha dərin bir şey. Çox daha dərin. Tərəflər arasında sədaqət, məsuliyyət, etibar üzərində qurulmuş müqəddəs bir bağ və ən maraqlısı nədir? Allah qanunun təkrarı 7-də İsrailə məhz bu xesedi vəd edir. Amma eyni fəsildə Kənanlıların məhvini əmr edir. Raxav isə
lənət altında olan bir Kənanlı kimi, Allahın öz xalqına vəd etdiyi eyni şey istəyir. məsələ, özü üçün, ailəsi üçün eyni xeysidir, eyni əhdə bağlılığı istəyir. Bu çox cəsarətli bir tələbdir həqiqətən. Və casuslar qəbul edirlər, bir işarə də verirlər. Pəncərədən qırmızı bir ip asmalıydı. Bu qırmızı ipin də bir simvolikası var, yəqin. Misirdən çıxışı xatırladır sanki. Bəli, birbaşa Pasxa hadisəsi. Qapılarına quzu qanı sürtməklə xilas olan İsraillilər kimi. Aha. Həm qan, həm qırmızı ip ikisi də xilas üçün bir işarə idi. Amma təkcə işarə kifayət değildi. İman və itayət lazım idi. Ellen White'ın da bir statı var mənbələrdə. Deyir ki, insan əməlləri ilə yox, imanla xilas olur. Amma iman əməllərdə özünü göstərməlidir. Raxavın imanı da casusları gizlətməsində, o ipi asmasında göründü. Tam olaraq. Raxavın hekayəsi həqiqətən iman, cəsarət, əhdə sədaqət çox qatlıdır. Amma o, İsrailin Allahının qüdrəti qarşısında seçim edən yeganə Kənanlı deyildi. Bu bizi Yeşua 9-a Gibvonluların hekayəsinə gətirir. Onlar da sağ qalmaq istəyirdilər, amma tamam fərqli yol seçdilər. Hə, tamamilə fərqli bir yanaşma. Gibyonlular da Raxav kimi eşitmişdilər Allahın böyük işlərini. Başa düşmüşdülər ki, onunla qarşı-qarşıya gəlmək mənasızdır. Amma onlar birbaşa mərhəmət istəmədilər, eləmi? Yox, çünki bilirdilər ki, Allah İsrailə Kənan xalqları ilə sülh müqaviləsi bağlamağı qadağan edib. Qanunun təkrarı 7-2. Buna görə də Raxav kimi açıqca yox, hiləyə əl atdılar. Necə bir hilə? Özünü elə göstərdilər ki, güya çox uzaq bir ölkədən gəlirlər. Köhnə paltarlar, kifli çörəklər, cırıq tuluqlar. İnandırıcı olsun deyə ki, uzun yol gəliblər. Yeşua 9-da çox detallı təsvir olunur. Vay be, nə plan? Yeşua 9:4-də onların bu hərəkəti üçün işlənən İbrani sözü ormaqdır. Bu söz həm hiləgərlik, məkir deməkdir, həm də bəzən ağıl, uzaq görənlik. Yəni, onların məqsədi pislik etmək deyildi, sadəcə sağ qalmaq. Eynən. Onlar da Allahın qüdrətini qəbul edirdilər, amma bunu Raxav kimi imanla yox, sağ qalma instinkti ilə bir strategiya ilə ifadə etdilər. Və İsrail rəhbərləri təəssüf ki, bu hiyliyə aldandılar. Ən böyük səhvləri nə idi orada? Yeşua 9:14-də yazılıb, onlar Rəbdən məsləhət almadılar. Bax, bu çox kritik bir nöqtədir. Bu qədər təcrübədən sonra. Niyə? Xüsusilə yad adamlarla müqavilə bağlayanda birinci Allahdan soruşmaq lazım deyildi. Həqiqətən də böyük səhv idi və ciddi nəticələrə gətirdi. Allahın iradəsini axtarmaq prinsipi pozuldu, nəticədə İsrail rəhbərləri çox çətin bir dillənmə qarşısında qaldılar. Necə bir dillənmə? Bir tərəfdə Allahın əmri var, Kənanlılarla əhd bağlama. Digər tərəfdə Rəbbin adı ilə verdikləri and var, hansını pozsunlar. Doğrudan da çıxılmaz vəziyyət. Həyatda bəzən biz də belə. Necə deyim, iki pisdən birini seçməli oluruq. Bu hekayə nə öyrədir bizə o anlar barədə? Onlar nə seçdilər? Onlar andı tutmağı seçdilər. Yeşua 9:19-20-də rəhbərlər deyirlər. Biz onlara Rəbb İsrailin Allahı adına and içmişik. Ona görə onlara toxuna bilmərik. Andımıza görə onları sağ buraxacaq ki, başımıza qəzəb gəlməsin. Yəni andı pozmaq daha böyük günah sayılırdı? Bəli. Əhd-i Ətiq mədəniyyətində andın, xüsusilə Rəbbin adı ilə verilən andın toxunulmazlığı çox vacib idi. Zəbur 15:4-də də var bu. Andı pozmaq Allahın adına hörmətsizlik idi. Beləliklə Givonlular hilələri ilə canlarını qurtardılar. Amma bu tamamilə cəzasız qalmadı deyəsən, bir nəticəsi oldu. Tam olaraq, Yeşuanın qərarında həm ədalət var, həm mərhəmət. O Givonluları öldürmür, amma onları bütün İsrail üçün yox, məhz Allahın məbədi üçün, yəni müqəddəs çadır, sonra da məbəd üçün odun doğrayan, su daşıyan xidmətçilərə çevirir. Maraqlıdır, yəni bu bir növ inteqrasiya idi. Yerinə yetirildi, sağ qaldılar, həm də hilələrinin nəticəsi olaraq müəyyən bir itaət vəziyyətinə gətirildilər. Yeşua potensial bir lənəti başqa bir formaya saldı. Deməli, onların aldatması, qərbə də olsa, onları kənarda qalmaqdan xilas edib Allahın xalqının ibadət mərkəzinə bağladı. Gözlənilməz nəticədir. Bəli, və bu inteqrasiya davamlı oldu. 100 illər sonra Nehemya 7:25-də Babil əsarətindən qayıdanlar arasında Givonluların nəslindən olanların da adı çəkilir. Yerusalimin bərpasında iştirak edirlər.
Deməli, hiylə ilə başlayan bir şey nəsillər boyu davam edən bir inteqrasiyaya çevrildi. Allahın lütfü və İsrailin anda sadiqliyi sayəsində, bəli. Belə bir sual yaranır. Bəs əgər Givonlular Rahav kimi dürüst olsaydılar, gəlib açıqca mərhəmət diləsəydilər, nə olardı sizcə? Mətnlərdə buna işarə varmı? Mətnlər birbaşa əgər deməsə də, Allahın xarakteri haqqında bildiklərimiz var. Mənbələrdə tez-tez vurğulanır ki, Allahın əsas istəyi cəza deyil, tövbədir. İnsanların ona dönməsidir. Yezekiel 18:33. Bu ayələr bunu deyir. Yəni, Givonluların Allahın böyüklüyünü qəbul etməsi. Bəli, onların müqavimət göstərmək əvəzinə sülh axtarmaları, bütpərəstlikdən üz döndərmək istəkləri ən azından dolayı yolla Allah üçün dəyərli idi. Çox güman ki, dürüstlüklə gəlsəydilər, Rahav kimi mərhəmət tapardılar. Bəlkə də onların o hiləsi belə, çarəsizlik içində Allahın mərhəmətinə bir növ, necə deyim, inamlarının təzahürü idi. Kim bilir? Bütün bu hekayələr həqiqətən Allahın lütfünün, mərhəmətinin nə qədər geniş, gözlənilməz olduğunu göstərir. Rahavın hekayəsi isə bu baxımdan sanki zirvədir. Keçmişi, peşəsi, xalqı, bunların heç biri onun Allahın böyük planında yer almasına mane olmadı. Həqiqətən də. Matta İncilinin ilk fəsli, İsa Məsihin nəsil şəcərəsi. Orada Rahavın adı var, Matta 1:5. O, Salvon adlı bir İsrailini evlənir, Boazın anası olur. Boaz da Rutla evlənir. Bəli, və onların nəslindən padşah Davud gəlir. İndi təsəvvür elə, Yerixodan olan, cəmiyyətin dibində sayılan bir qadın. Sadəcə imanı sayəsində Məsihin ulu nənələrindən biri olur. Bu, inanılmazdır. Bu Matta 17:20-ni yada salır. Xardal toxumu boyda imanınız olsa, dağları yerindən oynadarsınız. Rahavın imanı onun taleyini dəyişdi, tarixin axarını dəyişdi. Tamamilə. Bu bizim o layiqlik anlayışımıza necə də meydan oxuyur. Sanki Allah deyir, mənim seçimlərim sizin dar qəlblərinizə sığmaz. Mənbələrdəki o digər statı da deyəsən elə bunu deyir, Allahın ayrı seçkilik etməməsi haqqında. Yəni, çox güclü statdır. Allah heç bir milli, irqi və ya sinfi ayrı seçkiliyi tanımır. O, bütün insanlığın yaradıcısıdır. Məsih, insanları ayıran hər bir divarı yıxmaq üçün gəldi ki, hər bir can Allaha azad şəkildə yaxınlaşa bilsin. Onun məhəbbəti o qədər geniş, dərin və dolğundur ki, hər yerə nüfuz edir. Çox gözəl sözlərdir. Tamamilə. Rahav və Givonlular fərqli yollarla da olsa, bax bu universal lütfün əyani sübutlarıdır. Göstərirlər ki, Allahın mərhəmət qapısı təkcə bir qrup üçün yox, ona üst tutan hər kəs üçün açıqdır. Onlar iman və əhd vasitəsilə İsrailə qoşulan qeyri-yəhudilərin ilk nümunələrindəndir. Bugün həqiqətən də çox, necə deyim, qatlı və düşündürücü mövzulara toxunduq. Yəni, lütf, onun mahiyyəti, imanın ən gözləmədiyimiz yerlərdə necə parlaması, sonra əhdə sadiq qalmağın mürəkkəbliyi, o ədalətlə mərhəmət arasındakı incə tarazlıq. Bəli, 1000 illər əvvəl yazılıb bu hekayələr. Amma sualları, dərsləri bugün də aktualdır. Bizi öz həyatımıza, seçimlərimizə, inanclarımıza, münasibətlərimizə yenidən baxmağa məcbur edir. Elə isə gəl bu dərin söhbəti bir düşüncə toxumu ilə bitirək. Bugün danışdıqlarımız bizə çox şey öyrətdi. Və sən necə düşünürsən? Bu hekayələr bizə öz dünyamızda, bəlkə də heç gözləmədiyimiz insanlarda, vəziyyətlərdə imanın o kiçik işartılarını necə görməyə öyrədə bilər? Maraqlı sualdır. Başqalarına ikinci şans verərkən, o mərhəmətlə ədaləti, şəfqətlə məsuliyyəti necə tarazlaşdıra bilərik? Və verdiyimiz sözə, bağladığımız əhdə sadiq qalmaq. Hətta bu çətin olsa da, əlverişsiz olsa da, bugün bizim üçün, bizim münasibətlərimizdə, öhdəliklərimizdə nə deməkdir?